Və sadəcə görüntülər elə maksimum ekrana gəlsə yaxşı olar, Nicat müəllim. Çünki adətən Qarabağla bağlı bu fikirlər səslənir ki, Tofiq Bəhramov da oyununa 25-30 min azarkeş rəqiblərə görə gəlir, rəqibin adına görə, çıxış etdiyi turnirin səviyyəsinə görə daxili yaşlarda biz görürük ki, oyunlara az-azar keçir. Amma bu günləri hətta birinci təsnifat mərhələsidir, rəqib sıradan bir rəqibdir, heyətində hər hansı bir futbolçu yoxdur, ulduz futbolçu yoxdur. Amma bildiyim qədərlə 20 mindən artıq bilet satılıb. Və bu kifayət qədər böyük rəqəmdir bu təsnifat mərhələsinə görə və xoş haldır ki, oyunun start fitinə hələ var. Artıq bir qədər əvvəldən, yarım saat 40 dəqiqə qalmışdan biz görürük ki, azarkeşlər tribunada öz yerini alır və xoş görüntülər də nədən ibarətdir? Biz az yaşlı uşaqları çox görürük orada, ailələr bir yerdə. Və bizim klublara xas olmayan görüntü nədir? Atributlar var. Qarabağ atributları var, Qarabağın şərfləri, formaları. Yəni Azərbaycan futbolunun ən çox ehtiyac olduğu və boşluq yarandığı nöqtə budur. Düzdürsə, 10 il bundan qabaq olsaydı, mən sənə razılaşardım, məsəl üçün, yaxud hansısa bir azarkeşlə razılaşardım. 10 il, 12 il bundan qabaq olsaydı, biz deyərdik ki, Qarabağa görə yox, rəqibə görə gəlirlər. Bu gün artıq Qarabağ Avropa, belə deyək də, Avropa klublarına yaxın demək olar ki, bir klubdur. Brendləşib, düzdürmü? İstər belə deyək də, futbol tərəfindən götürək, istər idarə etmə tərəfindən götürək, bunlar artıq işlərini bilirlər də. Mən düşünürəm ki, sırf Qarabağa görə gəlirlər. Sözsüz ki, burada əgər Qarabağ Arsenal'la oynayacaqsa, burada ikisinin də rolu olacaq. Amma bugünkü gündən söhbət gedirsə, mən düşünürəm ki, sırf Qarabağa görə gəlirlər. Biz adətən Avrokuboklarda həqiqətən məni üzürdü o. Klublarımızın oyununa, məsələn, çox az sayda biz azarkeşi görə bilərdik, o fan klub üzvləri ola bilərdi, sadiq fanatları ola bilərdi ki, klubun formasında gəlsinlər. Adətən Messi, Ronaldo, ulduz futbolçuların formasında gəlib klublarımıza azarkeş edirdilər. Bu üzücüydü. Xüsusilə də Türkiyə futbolunda biz o fanatları görəndə ki, biz baxırıq xanımlardır, az yaşlı uşaqlardır və görürsən, ekranda təxminən bir 7 nəfər var, amma onun bir altısında forma var, şərf var. Xoş mənzərədir. Bu həqiqətən çox xoş görüntüdür. Qarabağ görünən odur ki, o brendi formalaşdıra bilir. Biz ümumiyyətlə şəhərdə gəzəndə də bunu hiss edirik. Artıq azarkeşlər, məsələn, evimizdə də bizim az yaşlı uşaqlar var. Messi, Ronaldo'nun formasından çox, tək bu Qarabağdan getmir, bu tədricən yaranır. Biz Neftçi ilə bağlı da bunu deyə bilərik ki, Neftçi azarkeşlərində də bu, belə deyək, ənənə formalaşır tədricən. Təəssüf ki, Avrokuboklarda mən hər zaman bunu deyirəm, bəzən Qarabağ azarkeşləri inciyir. Deyirəm, Qarabağ uğurlarının yarısı qədər Neftçi Avrokuboklarda uğurlu ola bilsə, ev oyunlarını ən azı 5-6 min azarkeş izləyər və o atributların ənənəsini biz daha çox görə bilərik. Amma ən azından bu da xoş görüntüdür. Forma satışında Neftçi bu il rekord edib. Bəli, o gün rəsmi olaraq açıqlandı. Bu futbolu sevdirir. Bu az yaşlıları tribunalara gətirir, futbol sevgisini artırır. Biz çox yox, 2-3 il əvvəl biz Sumqayıtda məsələn Qarabağ formasını tapa bilməzdik. Amma indi bazara gedib rahatlıqla o forma bu qədər əl çatanda, yəni bu gözəl mənzərədir. Ən çox da mənə bir sizlə maraqlı gəlir. 90-cı illərdə yoldaşlıq oyunlarında rəqibə forma verməyə formamız yoxdur. Bugün 2 gün daha. Bəli, o Fransa Azərbaycan oyunu yəqin ki olsun, elə klublarımız da o aqibəti yaşayırdılar. Amma indi biz az yaşlı övladlarımızın əynində bu formanı görürük, sevindirici məqamdır. Bizlər bəzən izlədiniz, bilmirəm imkanınız oldu yoxsa orada Sabah və Neftçinin formasında olan uşaqları da görürüm mən. Bu həm də bir vəhdətdən irəli gəlir. Yox, bilirsən necədir? Yəni burada artıq Qarabağ oynayırsa və yaxud Sabah oynayırsa, sırağa görmək, dünən Zirə oynayırsa, burada hamımız Azərbaycanlıyıq, hamı birləşməlidir. İstər Neftçi olsun, istər Qarabağ olsun, hamı bir-birinə dəstək olmalıdır. Bu həm də onu göstərir ki, Vasmən, biz uşaqlarımıza, övladlarımıza futbolu sevdirmək istəyiriksə, o ənənəni formalaşdırmaq istəyiriksə, övladlarımız stadionlara gəlsin, atributlarımızı, formalarımızı alsın. Bunun üçün futbolda bu bir mənalıdır, nəticə olmalıdır. Ortaya iş qoymalısan. Qarabağ bugün bu sevgini Avrokuboklardakı nəticələri ilə qazanıb. Türkiyədə o nə vaxt yarandı? Qalatasaray UEFA kubokunu götürdüyü mövsümdən sonra Azərbaycanda da sevildi Türkiyə klubları, 1-5 artdı azarkeşləri, Qalatasaray azarkeşlərinin sayı çoxaldı. Bu gün Qarabağda demək olar ki, o xətt ilə gedir təxminən və uğurlara bu gün görürsən ki, nəticəsini verib, bu çox gözəl görüntülərdir. Mən öz adımdan Nicata təşəkkür edirəm. O görüntüləri həqiqətən Azərbaycan futbolunda görüntüləri görmək